İnsanlar problemlərini müxtəlif cür həll edirlər. Champion Toych, məşhur psixogenetik Champion Toych problemləri həll etmə formalarını göstərmişdi. Birinci forma bu şəxsiyyətin daxili formasıdır. Məsələn, adamın problemi var və adam problemini həll edə bilmir, onu başqa formaya keçirir. Məsələn, halsızlıq olur bu insanda, yəni onun problemi halsızlığına çevrilir və yaxud da ki, ürək bulanmaya keçir və yaxud da baş ağrısına keçir. Yəni müxtəlif cürdə ağır dərəcələrdə məsələn depressiyaya keçir, aşırı həyəcan təşviş pozuntusuna keçir və s. İnsan problemini çevirir, yəni başqa bir formaya salır xəstəliyinə. Digər forma şəxsiyyətlər arası formadır. Məsələn, adamın bir problemi var, bir dərdi var. O başqa bir insana öz dərdini danışır. Bu insanda xüsusi seçilmiş olur onun üçün. Yəni şuuraltı səviyyədə baş verir. O özünün energetik sahəsində olan bu belə deyim də negativi digər insanın energetik sahəsinə ötürür və beləcə də o öz problemindən qurtulmuş olur. Yəni problemini kiməsə yüklüyür, həmin insan xəstələnir. Yəni o problemi danışdığı insan xəstələnir, özü sağalır. Məsələn, çox zaman ətrafınızda məsələn rast gəlir ki, filan kəs vampirdir, onun enerjisi çox negativdir. Mən ondan danışandan sonra özümü çox pis hiss elədim, narahat hiss elədim. Bəli, doğrudan da bunun Champion Toych bu cür elmi əsasını vermişdi ki, həmin insanlar bizə öz negativlərini yüklüyürlər, özləri sağalırlar, bizi isə xəstələndirirlər. Digər forma bu deməli genetik formadır. Genetik formaya keçir artıq. Bu necə baş verir? Məsələn, insan öz nəslində hər hansısa bir hadisə baş vermişdi. Tutaq ki, kiminsə ulu nənəsində filan hadisə baş vermişdi. Həmin bu hadisə danışılmışdı digər insana. Beləcə nəsildən nəslə həmin o problem danışıla gəlir və nəsildə də bu problem yaşanır. Məsələn, uşaq ölümləri. Kiminsə həmin o ulu nənəsində olmuşdu. Sonra belə nənələrdə davam eləyir. Gəlir bu nəslə çıxır və insan həmin o həll olunmamış problemi bugünkü müasir nəslinə də keçirmiş olur. Yəni beləcə də o inanır. Məsələn, uşaq ölümlərini dedim və yaxud da başqa bir problem ola bilər. Kimsə deyə bilər ki, bizim qızlarımızın bəxti yoxdur, qızlarımız həmişə bədbəxt olur və yaxud da kimsə deyə bilər ki, bizim oğlanlarımıza yaxşı qızlar nəsib olmur, oğlanlarımız bədbəxt olur. Yəni beləcə nəslə bir kod yüklənir, hər hansı bir kod yüklənir və yaxud da ki, xəstəlik yüklənə bilər. Məsələn, bizim nəslimizdə hər kəs xərçəngdən rəhmətə getdi, mənim nənəm də ondan rəhmətə getmişdi, anam da, dayım da, xalam da. Məsəl üçün belə insan artıq həmin o psixogenetik formanı öz içində yaratmış olur, öz nəslində yaratmış olur. Bu tam bir psixoloji məsələdir. Yəni bunu qırmaq olar. Bir yerdə kimsə dayanıb bunu stoplamalıdır, bunu qırmalıdır ki, o mənim nənəmdə olmuşdu, tutaq ki, anamda olmuşdu, amma məndə olmayacaq. Mən çünki bunu artıq sıfırlayıram özümdə. Mən öz həyatımı yaşayıram. Yəni onların həyatını yaşamıram. Yəni belə bir sözü çox zaman biz eşidirik də. Yəni ki, anasının həyatını yaşamaq, nənəsinin həyatını yaşamaq, yəni doğrudan da belə bir şeylər var. Məsələn, 7 nəsil eyni problemi yaşayır. Və yaxud da ki, məsələn, belə bir həmişə gündəlikdə də biz eşidirik də, həll olunmamış problemlərimizi uşaqlarımız həll edir, nəvələrimiz, nəticələrimiz həll edir. Bəli, doğrudan da bu Champion Toych'un dediyi məsələdir ki, biz həll olunmamış problemləri gələcək nəsillərə beləcə yükləyə öz genimizə bu problemi yükləmiş oluruq. Dediyim kimi, bu psixogenetikdir. Bunu düzəltmək olur. Kimsə buna stop deyəndə, o zənciri qıranda, o zəncir qırılır və biz öz problemlərimizi özümüz həll edirik. Bunu bizim nəvəmiz, sonra nəticəmiz, kötücəmiz həll eləmir. Yəni bizim hər hansı bir məsələmizi. Buna görə də mütləq və mütləq psixogenetik analizdə vacibdir.